Salam müəllimə, rast olsun. Salam, hər vaxtınız xeyir, buyurun. Mən taksi fəaliyyətinə məşğul oluram. Deməli, aeroporta getmişdim. Proqramlar orada dayandırıldı. Bolta yazdım, Yangoya yazdım. Dedilər ki, bəs aynadan müvafiq icazə almalısınız. Mən bu icazəni almasını nə etməliyəm? Aeroportda işləməklə bağlı ayna tərəfindən hər hansı bir məhdudiyyət yoxdur. Taksi şirkətinə, taksi sifariş operatorunun özünə müraciət etməlisiniz. Taksi şirkəti də yazılı şəkildə göndəribdi ki, hava limanında, beynəlxalq hava limanında xidmət göstərmək üçün aynanın müvafiq icazəsi lazımdır və bunu ayna təyin edir. İstənilən taksi minik avtomobili hava limanı istiqamətində sərnişin apara bilər. Amma hava limanından sifariş götürmək üçün proqram təminatının hava limanı bölməsi seçilməlidir. Hansı taksi şirkətinin orada işləyəcəyiniz, sifariş götürəcəyiniz operator cavabdehdir. Məsələ ilə bağlı siz avtomobillərlə bağlı taksi sifariş operatoruna müraciət etməlisiniz. Taksi operatoruna. Müəllim, bir də təkrar edirəm də, aparmanı aparırıq. Oradan çıxışda xəttlər bağlanır. Bolta da yazmışam, Yangoya da yazmışam, 189 ilə əlaqə saxlamışam. Deyirlər ki, yazılı var da hal-hazırda, məndə onun yazılı mətn göndərib, cavab göndəriblər. Yazırlar ki, aeroportdan müştəri götürmək üçün ayna tərəfindən müvafiq icazə verilməlidir. Siz deyirsiniz ki, şirkətlər verməlidir, şirkətlər deyir, ayna eləməlidir. Maşının buraxılış vəsiqəsi var, maşının ili təzə, icazə vərəqəsi var, sertifikat var, fərqlənmə var, bütün sənədlər var. Mən aeroportdan, hava limanından sifariş götürə bilmirəm. Niyə? Deyir ki, aynalıqdır. Ayna da deyir ki, bolt şirkətləridir. Bəs yaxşı, necə kimə müraciət edirik? Məsələ ilə bağlı dediyim kimi taksi operatoruna, şirkətə müraciət edilməlidir. Siz təkrar edirsiniz eyni şey. Mən də sizə təkrar deyirəm ki, operator da deyir ki, taksi şirkəti operatorları da deyir ki, ayna cavabdehliyi daşıyır və ayna icazə verməlidir. İstəyirsiniz yaxınlaşım aynaya göstərim onların cavablarını sizə. Bu məsələ bizimlə əlaqəli olan bir məsələ deyil. Qardaş, kimlə əlaqədar olan məsələdir? Taksi şirkətinə, taksi şirkətlərinə və yaxud da taksi fəaliyyəti ilə bağlı Azərbaycan Yersinə qədər etdiyi cavabdehliyi daşımır. Sənədləri o verir, icazə vərəqəsini o verir, bütün hər bir şeyi o verir, düzdürmü? Mən də sizə müraciət etməliyəm, də başqa kimə müraciət etməliyəm ki? Məsələ haqqında artıq məlumat vermişəm sizə. Başqa müraciətiniz var? Müraciətim bundan ibarətdir. Xahiş edirəm, mənim tələbimi yerinə yetirin, qardaş. Təəssüf ki, köməklik göstərə bilməyəcək. Başqa müraciətiniz yoxdursa zəngi sonlandıra bilərik. Evet, sən onda gedim ölkə başçısına müraciət edirəm də taksinə bağlı. Başqa neyim ki? Əlavə müraciətiniz var? Müraciətimi dedim də, müraciətim var. Həll edə bilirsiniz? Yox. Dediyim kimi taksi şirkətinə müraciət olunmalıdır. Aynaya aid olan bir məsələ deyil bu məsələ. Bəs yaxşı, bu taksi şirkətinin mənə verdiyi cavabı kimə deyim? Özlərinə bildirməlisiniz. Tövbə, estağfurullah, nə zibilə keçmiş şey.